Bismillahirrahmanirrahim. Değerli izləyicilər, sizləri İslamın bu möhtəşəm qələbəsi münasibətilə təbrik edirəm. Bu günləri İslam dünyası, din aləmi küfrün üzərində mütləq qələbə çaldı. Yəni bu günləri İran timsalında böyük güclərə, İsrail, Amerika güclərinə vurulan bu zərbə bütün ümmətin imanı ilə ölçüləcək bir zərbədir. Bu zərbə ilə böyük güc hesab olunan Amerika etiraf elədi ki, yəni o pedofil, uşaq qatili, əli günahsız insanların qanına batmış Trump elan elədi ki, biz 40 günə yaxındır ki, güclü bir dövlətlə mübarizə aparırıq. Yəni bu müsəlmanların gücünü tanımış oldu. Və bu günləri İranın qoyduğu şərtləri qəbul edib atəşkəsə razı olmaq böyük gücün İran qarşısında və İran obrazında bütün İslam qarşısında diz çöktüyünü göstərdi. Və bunu ilə həm Amerika-İsrail cütlüyünə, həm İran avtovadan başqa bir şey istehsal eləyə bilmir deyən kölə psixologiyalı müsəlmanların Türkiyədə, Azərbaycanda olan bəzi siyasilər, bəzi media qurumlarının cavabını vermiş oldu ki, bugün müsəlmanlar güc sahibidirlər. Bu günləri hətta o kölə psixologiyasında olan siyasilər, ictimailər, media qurumları dilləri gəlmir müsəlmanların qələbəsini elan eləsinlər. Başqa-başqa yerlərə yozmağa çalışırlar. Amma bütün dünya bunun şahidi oldu ki, Amerika və İsrail cütlüyü kimi yenilməz hesab olan bir qüvvə İranın qarşısında diz çöktü, onun şərtlərini qəbul elədi və atəşkəsə razı oldu. Bu İslamın mütləq qələbəsidir. Bu imanın küfrə qələbəsidir. Bu insanlığın zülmə qələbəsidir. Bu günləri Amerika-İsrail cütlüyünün yanında olanların məğlubiyyət günüdür. Onların rəzalət günüdür. Onların nə qədər satqın, nə qədər mənəviyyatsız bir durumda olduğunun ispat olunduğu bir gündür. Bir daha qələbəniz mübarək olsun.